Allahın salamı olsun hər kəsin üzərinə. Mənim qızım Larizar Əliyeva. Mən bu bir ayda atılmışam xəstəxanaya, yəni yer üzünün cəhənnəmi olan o psixiatriya. Əvvəl onu deyim, sonra da Larizar barədə deyəcəm. Demək, bir aya var, onu xatırladım, elə bir qabaqda dedim. Siz də Allahı sevənlər desin, aya var, mən də təkrarlayıram. Orada hansısa siddiq deyil, mömin deyil, axır, ya Peyğəmbər deyil, bilmirəm, xatırlamıram, mən də deyirəm. Allah mənə neymət bəxş etdiyin üçün heç vaxt günahkarlara dəstək olmayacaq. Bu ayə əsasən də çox qorxulu bir söhbətdir, çünki qızımı hədərliyib birində onu deyəcəm. Mənim başıma gələn deyim. Bir ay qabaq, yəni mən əvvəllər polislər söyürdüm. Yəni mənə çox təzyiq edirlər, şiddət göstərirlər deyil. Polislər sistemdəki qurtlar deyirlər. Bizi yəni, şantaj edənləri söyürdüm. Onlar da mənə aparıblar, əlim titriydi. İynə vurublar mı? Görürsən var. Hə, mən bunlar pis günə qoyurlar deyə, qızıma təsir elədiyinin qəbul eləmədiyinə görə mən onları söyürdüm. Yəni, amma o vaxtlar tutaq ki, əsas problemi həll eləmirlər. Şəhəri mənim üstümə atıb, məni tuturdular, apardılarsa. İndi bu 2024-dən 25-ci ilə qədər mən psixiatriya düşməmişdim də. Amma 24-cü ildən 25-ci ilə qədər, yəni bu bir ay qabaq tutulduğunun əsasında mən heç təqsirli deyildim. Heç kəsi yəni, təhqir eləməmişdim. Normal, yəni heç kəs təhqir eləməmişdim. Amma mən getdim axırıncı dəfə prezident aparatına bir ay qabaq tutulduğundan həmən günü nəsə, hamısını sadalanıyım. Yəni ki, kitabımı vermişdim. Flaşkada Quran ayələri var idi. Bir də prezidentə müraciətim var idi. Axır, normal yəni, vermək istəmişdim prezidentə çatsın əlindəkiləri, apardıqlarımı, amma imkan verməmişlər deyə bulvar tərəfə prezidentin binası Baxırıya aparatım. Orada qoyub, orada saldata vermişdim, yəni o da götürmürdü, qoydum, tutdum, getdim. Yəni heç bir təhqir, heç kəsə, heç bir pislik eləməmişdim də, yəni. Mən axırıncı dəfə orada qoydum o əlindəkiləri yerə və heç nə eləmədim. Mən düşdüm aşağı bulvara tərəf, dalımda səslərlər düzdü, amma cavab vermədim. Düşdüm bulvara tərəf, oradan sola dönəndə, gedəndə elə orada zanı gəldilər, mənə yaxaladılar polislər. Sən minməlisən maşına falan, təzyiq elədilər. Mən də o sürüstüyüb aparırlar, illərlə başımıza o bir adı sıfar evdən olaqlar, qapını qırıb aparırlar, nəysə. Ki, o elə bir şeylə ilgəlirəm, yəni biabırçılıqdır da, qadın xeylarının başına elə oynadılar. Maşınlar da küçədə var idi, yəni, prospektdə. Ona görə nəsə, mindim, təzyiq elədilər, mindim maşına. Polis apardı, mənə dedi ki, 9-cu bölmədir bura. 9-cu bölmə olan yeri apardılar. Orada nəyi deyirəm idi? 27 il qabaq təxminən. Elman dilindən desək bastırdığı o psixiatr var idi Vüqar adında. O adam güya mənə müalicə eləmişdi, bayıla atmışdı, onda Elman mənim. Evə qaydanda da dedim, niyə bellədi? Dedi ki, elədim ki, sənin danışdığında heç vaxt inanmasınlar. Yəni, o adam öldürdüyünü mən bilirdim deyə, o qabaqdan gəlmişdi, eləmişdi. Nəysə, mən o Vüqarı o vaxtda, hələ qızım anadan olmamışdı. Yəni, o vaxt güya məni müalicə eləmişdi, yəni, heç bir müalicə də deyil, nəysə, hər şeyi danışmıyorum. Ki, o alçaqların başıma açdığı oyunlarda sonra mən
çox şeylər olub, nəysə travmalı adamam, yəni travmalı deyəndə yadıma düşür hamısı. Yəni axır ki, o bizdən əl çəkdi. 2010-cu ilə qədər mən psixiatriyə düşmədim. Bayıla atılandan sonra, yəni o bayıla atılanı deyirəm, qızım anadan olmamışdan idi. Qızımın 11 yaşından 2010-cu ildə mən təxminən elə düşürdə psixiatriyə atıldım. Çünki Elmanın işini açdım. 2024-ə qədər dalğıda çalırdılar. İndi bu 25-də bir ay qabaq. Mən getdim, apardılar daha doğrusu 9-cu bölməyə. Orada Vüqar adında həkim, o deyilən o psixiatr, o şeytan, orada bölmədə gəlmişdi. Nə şərrədi, 100% şərriysə, neylədi, mən əgər, nəysə, qısa. Prezident aparatına yox, əməli, aparmışamsa nəsə, orada pis hərəkət eləmişəmsə, oradan tutub aparardılar. Mən oradan düşüm aşağı bulvara tərəf, bulvarda mənə götürüb 9-cu bölməyə apararlar, orada Vüqar gələr. Vüqar nəyə qol çəkdi, nə şərrədilər məni bilmirəm. Oradan da birbaşa apardılar psixiatriyə, Məşdalıya. Bu belə, indi, yəni o Vüqar o vaxtdan bildikdə yaxşı sonra. Bir də mənə qızım deyir ki, mama o məktub yazmışdı bir ay qabaq, indi mən gələndə telefonda oxudum. Mama deyir, Mələklə danışırsan, başa düşmürlər onlar. TikTokda sən paylaşdıqlarını paylaşıb dəli yazırlar. Ay insanlar, hesaba da olmuyor. Oxumağın mənası yoxdur, əgər Quranı bilmirsənsə. Valla düz deyirəm. Yenə deyirəm, nə məktəblərdə və institutlarda da əgər Quran tədris olunmasa, oxumağın heç bir mənası yoxdur. Yəni, xəstə uşaqlar doğulur, indi belə deyəcək. Müharibələr olur, nəyə görədir, amma elm inkişaf eləsə, oxunca bu bildik, yəni elm yana görə inkişaf eləmir o qədər ki, xəstə uşaqlar doğulur, onu da atırlar Allahın üstünə ki, Allah niyə? Deyəcəm, sən səbirli olun, mən bir vacib söz tapdıracam. Allah xəstə uşaqların doğulmanı istəmir. Bunu özümüz törədirik, elmsizlikdən. Bu bir, çünki insan meymundan əmələ gəlib deyə belə elm olmurlar. Düzdür, elm inkişaf edib, amma Allahın üstünə atırıq hər şeyi. Mənim də üstümə nə atmışlar, onu da deyim. Qısası, qızım yazmış ki, amma belə sənin dəli deyil. Ay insanlar, dəli Allaha inanmayandır, Allaha qarşı gedəndir. Hansı insanın beynində element çatmırsa, yaxud deformasiya varsa, bu başqa şeydir. Ruhu xəstəliyi adına deyilən şey yoxdur. Çünki Allah Quranda buyurur ki, mən insanlara ana bətnində olarkən onlara öz ruhundan üfürdüm. Allahın öz ruhundan bizə üfürdüyündə, Allahın ruhunun bir parçasıqla belə deyim, öz ruhundan deyir üfürdüm. Burada Allahın ruhu belə məntiqlə baxanda xəstələnə bilərmi? Yaxşı, bu bir qırağa. Allah həm də buyurur ki, qırağa deməyim, yəni həyəcanlı deyiləm, amma nəsə belə ağır söhbətdir deyə məndə də rahat danışa bilmirəm. Ayənin birində deyim, məsəl üçün Allah Teala buyurur ki, səndən ruh haqqında soruşsalar, deyil. Ruh yalnız Allahın bildiyi bir şeydir. Sizə isə bu barədə çox az bilgi verilmişdir. Yəni, yalnız Allahın bildiyi bir şeydir ruh. Bizim bildiyimiz o ki, məsələn, psixiatrlar, biz deyirik ki, ruhumuz var, bizə bədənimiz var. Bizə deyirik, yuxuya gedirik. Bundan artıq nə bilirik ruh haqqında? O psixiatrlar yenə təkrar edirəm. Əgər başqa yerlərdə də demişəm, psixiatrların öz ruhları, öz qabaqlarına çıxsa, onlar dəli olub qaçarlar. O, kiminsə ruhu müalicə eləmirlər. Ağıl xəstəliyində, ağıl da adamı dərman verməklə adam ağıllanmır. Yəni, onda elə hamı dərman içsin, laf ağıllansın da. Yəni ki, bu psixiatriyalarda dəlilər müalicə olunmur. Orada cin şeytanı uyanlar var. Nə paylaşırsan Zəfsi bölməsində, kanalında? Məsələn, vaxtaşırı eyni şeyi paylaşıram. Orada yığmışam adi insanlara, adi adamlara da vəhm gəlməyi. Məsəl üçün, Bəqərə surəsi 259-cu ayə istəyən açsın olsun.
sonra adi adamlara rəhlərin gəlməyi, sonra çox ayələr var ya, Allah orada bir deyir, sizə misal gətirdim. Sonra qısa, sonra cinlərin adama necə təsirləri, zincirməzinə, belə cür ayələri yığmışam orada, üstən yazmışam cinlərin insanlara təsiri. Sonra mələklər, ruh barədə. Mən indi mələklə danışıram, mən dəlini olurum ki, hamıdan da gözəl yaşayıram. Yəni ki, mən həyatı ilə yaşaya bilirəm ki, bəlkə 60 yaşında arvadlar o qədər rahat yaşaya bilməz. Yəni təcrübəsi olan. Belə deyək də, dəli, yəni demək istəyirəm ki, dəli Allaha inanmayandır. Bədənində ruhu xəstəliyi adında şey yoxdur və bədənində, hansısa beynində element satmayan, yaxud da ki, deformasiya olan adamlar xəstə ya cinlərə təsirində olan filan beçməkən. Bunlar o ayələri yığmışam, Zaqsi bölməsində paylaşmışam. Onu bilməyən, o ayələri araşdırmayan nömrələrini qoymuşam da orada. Yəni ki, nə özünü, nə də ətrafı dərk edə bilməz. Bu bir. Yəni dəlidir, qızın yazmış ki, sənə dəli deyirlər, paylaşırlar, dəli deyirlər, bu öz-özünü danışır deyirlər. Öz-özünə danışır, elə ona qalsa hamı öz-özünə danışır. Mənim ən yaxın qohumum var, adını çəkməyim, onunla söhbət edəndə elə hamısı mənim tərəfimdə düz, yəni həqiqət, kimlə danışıram deyirlər, düz deyirsin. O qohum da, məsəl üçün, ona laf artıq danışdıq. Deyişir, düz deyirseniz, bu nədir görəsən, deyir, adam öz-özünlə danışır, ya təhlizdə qalanda, ya ürəyində. Çox şey, hamısını bilmək üçün o ayələrə baxmaq lazımdır. Özünlə danışdığında hər şey ola bilər. Yəni, ya özünü danışırsan, ya cin danışır, ya mələklə danışırsan, ya vəh gəlir, mələk, yəni danışmağa dəxil yoxdur, dəxil yox. Yox da, yəni ki, mən tez demək istəyirəm ona görə. Axır ki, bir nə deyirsin, onu demək istəyirəm. Qızım dedi ki, mama, verilişə çağırdılar, verilişdən qabaq qızını qorxuzublar, deyirlər, 2 uşağı vardı, onda körpəsi, yəni atası da deyir, baxmayacam, atadan dedi ona, lalə olmasa, yəni şeydə, qızımın ərin, uşaqların atası, yəni. Ona görə qızım uşaqlarını destonda böyüməni istəmir, çünki deston da məşdağa kimi bir yerdir, ancaq komisiya gələndə yaxşı olur hər şey, ondan sonra dəhşətlər yaşanır. Yəni, hökumət yaxşı yemək verirsə də, hər şey verirsə də, ancaq komisiya qabağında olur, olur, işçilər. Yəni, nə deyirəm? Yəni, o destona düşməni istəmir uşaqlarım. Onu qorxuzublar, yəni demişdir, ondan qabaq atası da zəng edib demişdir ki, səni tutturacam, mən toxunulmazam, nəyəm? Mən onu da başa düşmürəm, niyə toxunulmaz adı qoyurlar? Deyəm, onlar günah eləmir. Peyğəmbərlərdə də günahlar olub da, yəni toxunulmaz nəysə, sonra bu dedi ki, paylaşıb, onu da hamısının beyninin hamısı yadıma gəlir. Qızımla bağlı demir qısa. Mən mələklə danışıram, mən dəli deyiləm. Bisavadlar da o söz deyəm. O mənada bisavad ki, Qurandan bisavadlar. Oxuyun, görün də mələklər adama necə dost olur, o ayələr demə qısa. Nəysə, qızım dedi ki, mənə o təşrişə getməmişdən qabaq demədi, axı sonra nə danışdı? Dedi, orada məni verilişdən qabaq şeylərdə qorxuzublar ki, səni tutarıq, 10 illə türməyə verərik, Elmond onu hədələmişdir. Sən deməlisən ki, atam ananı dəlxanaya atmayıb. Sual verəcək, elə deyərsən. O da elə deyib, məcbur olub deyib. Mən bugün gedəcəm prezident administrasiyasına. Dedim, mən bunu nə vaxt paylaşacağım, ya paylaşmayacağım. Səhvdiyim çox videolar var, paylaşa bilməmişdim. Prezident administrasiyasına gedəndə mənim başıma oyunlar açılır. Heç vaxt mənim məktublarımı nə prezidentə, nə Mehriban Əliyevə çatmağına imkan verməyiblər. Mənim də istəyim olub ki, yəni ərizələrimdə Elmanın bir cinayətini açmışam. Bir də demişəm ki, yazmışam ki, məktəblərdə Quran dərsi keçilsin. Yəni çox normal ərizələr olur. Amma həmişə təhqir olmuşam, dərxanalara batırılmışam. Prezident aparatına gedəndən sonra axşamısı. İndi bundan sonra da başıma nə gələcək bilmirəm. Amma ki, yəni bunu çəkirəm. Həqiqətdir, bu Allah şahid tutub deyirəm ki, belə oldu yəni.
heç bir günahım olmadığım yerdə o Vüqar adında adam gəldi ora, nə şantaj elədi bilmirəm. O nə bilim, indi nə düzüb qoşdular, yəni nə o Vüqar 9-cu bölməyə gətirmişlər, orada neynəmədi, mindiriblər maşını, apardılar dərxanəyə mən. İndi gedəcəm prezident administrasiyasına qızımla. Gedim, orada bildirmək istədiyim var, o Erman 850 manat deyir. 850 deyir, nə deyir, aliment güya ödəyir bizə. Onu açıb söyləmək istəyirəm, yazmışam ki, araşdırsınlar deyə, çünki verilməyib bizə elə aliment. 200 neçə verilirdi. Bir də deputat olanda o il yarımı çəkmişdi, yəni aliment vaxtına qutarmağına il yarım ərzində təxminən 600 manat da alırdı. Və başqa bir şey var, onu da qeyd eləmişəm. Orada da 600 İdarəçi Akademiyasıyla, oradan aldığımız alimentlə, yəni birləşib, başqa 2 ayda da yəni 600-ə yaxın hansı şeylər, nəysə, araşdırsınlar deyə aparıram. Nə başıma özünə gələcək bilmirəm. Amma yenə də deyirəm, Allahım, mənə neymət bəxş etdiyin üçün mən günahkarlara dəstək olmayacağım. Allah hamımızı görür. Mənim başıma nə gəlsə də təkcə mən həmişə fikirləşmişəm, qorxmamışam yəni. Təkcə fikirləşmişəm ki, qızım məndən sonra təkdir də. İndi ata tərəfi də yoxdur, ana tərəfi də. Yaşlılarımız ölür, o axmaq qoyunlarımız polisə düşəndə kömək eləmək əvəzinə çəkiliblər, qınlarına giriblər. Çünki axmaq ona görə deyirəm ki, düzdür, Allah bir ayədə buyurur ki, Allahdan başqa özünə dost hami qəbul edənlər özünə yuva qurmuş hörümçəyin toruna bənzər bunların dostluğu. Yəni ki, bir yıl nəticəsində dağılır o yuva. Yəni insanların dostluğu belə şeydir. Deyir, kəş bilərdilər. Allahdan başqa yardımcı yoxdur. Yəni, bəlkə həyatda amma qoyub qaçır. Amma ki, mən qohumları qınamıram. Prosta alçaq sifətlərini də gördüm də. Yəni, kömək eləmirdilərsə də o sifətlərə girən adamlar. Nəsə, nemət də nədir? Yəni, nemətim odur ki, hər şey nemət. Elə nəfəs alıramsa nemət. Gərgin danışdığıma görə bağışlasın Allah məni. Əgər üzərinizə ağırlıq elədim. Sağ olun.